Qardaşı şəhid olduqdan sonra səhnədən və ictimai həyatdan uzaqlaşan müğənni Xana Babayeva həyatında yeni bir səhifə açmağa hazırlaşır. Uzun müddətdir göz önündə görünməyən sənətçinin ailə quracağı məlum olub. Xana bu önəmli qərarı verərkən ilk olaraq ən əziz insanın, vətən uğrunda canından keçən qardaşı Əmirxan Babayevin məzarını ziyarət edib. O, həyat yoldaşı ilə birlikdə şəhid qardaşının uyuduğu məzara gedərək onun ruhuna dualar oxuyub. Bu anlar həm kədərli, həm də qürurverici hisslərlə yadda qalıb. Çünki bir tərəfdə ağır itkinin acısı, digər tərəfdə isə yeni bir ailənin təməlini qoymağın məsuliyyəti və sevinci var. Qeyd edək ki, 2020-ci ildə baş tutan 44 günlük vətən müharibəsi zamanı Xananın qardaşı Əmirxan Babayev qəhrəmancasına şəhid olub. Bu xəbər ailə üçün böyük sarsıntı idi. Qardaş itkisi Xananın həyatını tamamilə dəyişdi. O, həmin dövrdən sonra həm sosial şəbəkələrdən uzaqlaşdı, həm də musiqi fəaliyyətini dayandırdı. Səhnə, işıqlar, alqışlar onun üçün əvvəlki mənasını itirmişdi. Uzun müddət səssizliyə çəkilərək ağrısını gözlərdən uzaqda yaşamağa üstünlük verdi. İllər keçsə də şəhid ailələrinin qəlbindəki boşluq dolmur, lakin həyat davam edir. Xana Babayevanın ailə qurmaq qərarı da məhz bu davamlılığın, yaşamağa davam etməyin, şəhidlərin xatirəsini yaşadaraq gələcəyə addımlamağın bir nümunəsidir. Onun qardaşının məzarını ziyarət etməsi isə göstərir ki, atılan hər addımda Əmirxanın ruhunu yanında hiss edir və onun xeyir duasını almağa özünə borc bilir. Mənim fikrimcə belə addımlar həm çox kövrək, həm də çox qürurludur. Şəhid bacısının yeni həyata başlayarkən ilk olaraq qardaşını yad etməsi böyük mənəvi dəyərin göstəricisidir. Həyat davam etdikcə acılar unudulmur. Sadəcə insan onlarla yaşamağı öyrənir. Ümid edirəm ki, Xana üçün bu yeni mərhələ həm ruhuna şəfa, həm də ailəsinə xoşbəxtlik gətirər. Şəhidlərimizin ruhu isə daim hörmət və ehtiramla anılmalıdır.